Değerli izləyicilərimiz, qızıl haqqında danışaq. Yəni qızıl nə etdi? Yəni təbii ki, mən demişdim ki, qızıl bundan sonra, yəni korreksiyadan sonra, yəni yavaşca asta qalxışlarla qalxacaq və öz əksini tapdı və bu yuxarı doğru istiqamətdə davam etdirdi. Və bundan sonra qızılın aqibəti necə olacaq? Yəni təbii ki, qızıldan söhbət gedir, bitcoin'dan söhbət gedir, euro dollar, funt dollar, dollar, frank dollar, Yapon yeni. Biz bunları yəni təkər-təkər, xırda-xırda izah verərik. Yəni növbəti videoya keçəndən sonra orada da yəni biz ətraflı məlumat verərik. Qızıl təbii ki, yenidən yəni birinci gün, yəni sabahdan yəni sürətli yəni enişlər günün birinci yarısına qədər sürətli enişlərlə müşahidə olunacaq. Ondan sonra yenə saat 7 saatdan saat 2-dən 3-dən sonra yavaş-yavaş yəni qalxışlar, 5-dən sonra yenə qalxışlarla müşahidə olunacaq. Amma yenə ümumi yəni biraz qalxış, biraz ləngiyəcək. Yəni bunu nəzərə çatdırıb gedə biləsiniz.